Rusça tvaritelный падеж dediyimiz Azərbaycan dilində hər hansı bir halla tam olaraq üst-üstə düşmür və onu çox kitablarda birgəlik hal kimi tərcümə edirlər. Rusça bu "kem", "çem" suallarına cavab verir. Azərbaycan dilində isə onun suallarına baxmağa ehtiyac yoxdur. Çünki müəyyən qoşmalardan, fe'llərdən sonra az qala bütün halların suallarına cavab vermiş olacaq. Yəni fərqli-fərqli suallara cavab verəcək. Ona görə bu hissəyə baxsaz bu sizi çaşdıracaq. Gəlin ən yaxşısı bu gün baxaq ki, hansı qoşmalardan sonra siz birgəlik halı, yəni tvaritelный падежи istifadə edəcəksiniz. Ən çox siz onu "s" qoşmasından sonra istifadə edəcəksiniz. Yəni kimlə və yaxud nə ilə suallarına cavab vermək üçün ən sadə misal: "Я иду в кино с другом", "Я разговариваю с мамой", "Я пью чай с лимоном". Bunlar olacaq bizim misallarımız. Və sonra bir sıra yer bildirən qoşmalardan sonra istifadə olunacaq. Necə qoşmalar? Pod, nad, rядом с. Bu iki söz bir qoşmadır. Rядом с bir qoşmadır. За arxasında, перед qabağında bu kimi qoşmalardan sonra yenə də siz birgəlik halı görəcəksiniz. Bəs birgəlik halın şəkilçiləri necə olacaq? O haqda biz növbəti videolarımızda baxacağıq. Ona görə bu sizə maraqlıdırsa abunə olmağı unutmayın və həmçinin bu kimi mövzuları ardıcıl şəkildə mən Özün Öyrən proqramında paylaşıram. Həmçinin hər bir mövzuya aid çalışmalar edirsiniz, hansı ki avtomatik şəkildə yoxlanılır və təbii ki, bizim proqramımız təkcə qrammatikadan ibarət deyil. Sözlər, lüğətlər, dialoqlar və mətnlər, bir çox aktivitelər orada ardıcıl proqramlı şəkildə yığılıb. Ona görə əgər siz rus dilini öyrənməyə yeni başlayırsınızsa və orta səviyyəyə özünüz çatmaq istəyirsinizsə, buyurun bizim proqramımızla maraqlana bilərsiniz.